Salam əziz, dəyərli izləyicilər. İzləyicilərimin xahişi ilə, əzizlərim, meditasiyanı necə aparırlarsa, sizlərə məlumat vermək istəyərdim. Meditasiya zehni sakitləşdirmək, ürəyinin nəfəsini dinləmək deməkdir, əzizim. Yəni, çox sadə bir şeydir. Sizin özünüzün səmimi olmağınız çox kifayətdir. Özünə güvənin artsın. Sakit bir yeri seçirsən. Şərt deyil belə şamlar çox yandırasan. Yandıra da bilərsən özün üçün bir yaşıl, qırmızı, axşamda yandıra bilərsən. Ya şamın yoxdursa şamsız da edə bilərsən. Sakit bir yeri seçirsən. Telefonun varsa telefonu kənara qoyursan. Rahat oturaraq, rahat uzana da bilərsən. Amma rahat belə otursanız, gözlərini yumaraq, burnundan dərin nəfəs alırsınız. 4 dəfə belə saxlayırsınız, buraxırsınız. Alırsınız, saxlayırsınız. 4-ə qədər say, belə nəfəsini al, yavaş-yavaş burax. 20 saniyə saxla. Ağzına yavaş-yavaş sonra nəfəsini ver. 6-ya qədər sayaraq nəfəsini ver. 5-10 dəqiqə bunu edə bilərsiniz. Sadəcə nəfəsinizə fokuslanın. Nə fikirlər gəlirsə, imkan verin ki, gəlsin beyninizdə. Onların arxasınca getməginə. Yəni, mən sakitəm. Bax, beləcə. Allahım, qəlbimə rahatlıq ver. Bütün qorxularımı sənə buraxıram. Həyatımda xeyirli olan mənə gəlsin. Mən güclüyəm. Mən qorunuram. Əgər dualarla sakit olarsınızsa, qısa-qısa zikirlər də edə bilərsiniz. Ən çoxu özünüzə güvənin. Elə bir keçmişə baxıb gələcəyimi qəbul edirəm. Yeni həyata uğrayıram. Əminliklə, qərarlıqla addım atıram. Bacarıqlıyam. Mən özümə güvənirəm, inanıram. Yəni, zikirlər də bu arada edə bilərsiniz. Gözünüzü yummusunuz da tam özünüzü buraxmışsınız beləcə. Ya Allah, həsbiyəllahi, niməl vəkil və səlam. Yəni, bunu da deyə bilərsiniz. Ya Allah, ya Allah, ya Allah, həsbiyəllahu və niməl vəkil. Ya salam, ya rəzzaq, ya fəttah. Allahım, ruzumu bol, yolumu açıq et. Qismətimdə olan xeyirli mənə nə varsa onu yaxınlaşdır. Ya Rəzzaq, ruzumu halal, bərəkətli et. Qapalı qapılarımı aç. Mənə xeyirli qapılar nəsib et. Dərindən yenə nəfəs alın. Ürəyindən yavaş-yavaş təkrarən o nəfəsi buraxın, bax belə. Mənim ruzum açılır. Yolum aydınlaşır. Qarşıma xeyirli imkanlar çıxarır. 7 dəfə, ya 21 dəfə də bunu deyərək hərəkət edə bilərsiniz. Yəni, əzizim, onu bilin. Ruzu təkcə pul deyil, sağlamlıqdır, ailədir, övladdır, sevincdir, rahatlıqdır. Bax, birinci, bunları artıq etdiniz, yəni təzədən. Yəni, bunu 3 gün arxa-barxaya da eləyə bilərsiniz. Məsələn, bax, birinci gün 7 dəfə ya Fəttah, ya Fəttah, ya Fəttah deyirsiniz bunu. Allahım, bağlı qapılarımı aç, xeyirli qisməti mənə yönəlt. Axşam da namaz qıla bilirsiniz, 2 rükət şükür namazı qılın. Namaz qıla bilmirsinizsə, salavat çevirərək şükürlər edin. 5 dəqiqə oturun, nəfəsinizi dərindən alaraq fokuslanın. Ondan sonra ikinci günü 11 dəfə ya Rəzzaq, ya Rəzzaq, ya Rəzzaq deyin. Sonra arxasınca ruzum, halal bərəkətim davamlı olsun. Kiçik yaxşılıq birinə etginən, ya bir quşa yem atginən səhərsi günü, yəni bunu etdinmi ikinci gün? Üçüncü günü 21 dəfə həsbiyallahu və niməl vəkil. Həsbiyallahu və niməl vəkil. Həsbiyallahu və niməl vəkil. Bunu 21 dəfə deyirsiniz. Allahım, məni doğru yola yönəltginən. Mənim üçün xeyirli olanı mənə nəsib etginən. Yəni, gözlərimi yumaraq təsəvvür etginən qarşında. Qarşında təsəvvür eləkinən ki, bir işıq açılıb, bir yol açılıb. Orada bir bağlı qapı var, amma o qapını siz açırsınız. Təsəvvürlə, bax, təsəvvür edirsən ki, o qapıları mən açıram. O qapıları Allah mənə güc verir, mən açıram. Rahat addımlarla, inamla təsəvvür edin ki, oranı addımlayaraq keçirsiniz, əzizlərim. Bax, bunu yavaş-yavaş sizə
dedim ki, yəni sözlərimi də anlayasınız, yəni özlüyünüzdə təsəvvür edirsiniz və həqiqətən də meditasiya zehnini sakitləşdirir, ürəyinin nəfəsini dinlədir sizə. Bu dinləmək deməkdir əzizim, başa düşdünüzmü? Yəni qısa bir video çəkdiyimə görə üzr istəyin ki, vaxt gedir, yoxsa çox danışardım bu meditasiya ilə əlaqəli. Bəzi izləyicilərim çox, yəni şərh bölməsinə yazıb istədiklərinə görə bilməyənlər var meditasiyanı necə aparmaq, ona görə hər gün edə bilərsiniz bu meditasiyanı. Yəni bir həftə edin, ya 3 gün edin, fasilə verin, yenə 3 gün edin. İnan ginən ki, istədiyinizə nail olacaqsınız. İstədiyinizə çatacaqsınız. Bu mənim bir təcrübələrimdir. Tək mənim yox, məsləhət gördüyüm insanlar ki var, o təcrübələr edərək özləri özlərinə, yəni gözəlliklər qazanıblar, yol açıqlıqları, ruzu, bərəkət, sağlamlıq qazanıblar. Ora-bura pul xərcləyirsiniz, pullarınız xərclərinizsə özünüz üçün edin əzizlərim. Çox sağ olun qulaq asdığınıza görə, var olun, sağ olun əzizlərim.